Hər zaman çalışıram sizlər üçün tez hazırlanan və tez başa gələn reseptlər paylaşım. Bu dəfə də çox asan hazırlaya biləcəyiniz, çox dadlı və möhtəşəm bir tort resepti paylaşdım. Mütləq hazırlayın, çox dadlıdır. Keçəyin hazırlanma qaydasına. Hazırlamaq üçün bizə lazım olacaq 6 ədəd yumurta və 1 stəkan şəkər tozu əlavə edib qarışdırırıq. Və qarışdırdıqdan sonra üzərinə 1 stəkan süd, 1 paket qabartma tozu, 1 paket vanil və 3 yemək qaşığı kakao və 200 qram da ələnmiş un əlavə edib qarışdırırıq. Və gördüyünüz kimi qarışdırırıq və hazır olan kütləni 3 yerə ayırırıq və 3 dəfəyə də bişiririk. Gördüyünüz kimi yağlı kağızın üzərinə əlavə edib və 250 dərəcədə təxmini 10-15 dəqiqə bişirirəm. Və biskvitimiz bişdikdən sonra kənarlarını kəsirik, kənara qoyuruq və ortadan ikiyə kəsirik. Və kənarlarını saxlayırıq ki, untu eləyib tortumuzun kənarlarını bəzəmək üçün. Eyni bu qayda ilə biskvitlərimizi 3 dəfəyə bişiririk. Eyni bu qayda ilə kəsib və soyumağa qoyuruq. Və tortumuzu yığmağa başlayırıq. Burada biskvitimizi yerləşdiririk qabın içərisinə və üzərini bol südlə isladırıq ki, tortumuz yumşaq olsun. Və kremadan çəkirik, içərisini zövqə görə meyvələrlə bəzəyirik. Bu arada kremanın reseptini də postun altında qeyd edəcəm. Və yenidən biskvit üzərinə əlavə edib, yenidən südlə isladıb, yenidən krema çəkib və meyvə əlavə edirik. Əgər siz meyvə sevmirsinizsə, bunu qozla da əvəz edə bilərsiniz. Çox dadlı olur. Və sonuncu biskvitimizi də yerləşdirdikdən sonra hər tərəfini kremləyirik. Və kənarından kəsdiklərimizi də untu halına gətirib tortumuzun kənarlarını bəzəyirik. Və üzərinə şokolad sosu əlavə edib, soyuducuda bir gün gözlətsəz çox gözəl olar. Mən heç gözlətmədən kəsdim və sizə göstərmək üçün. Çox dadlı və möhtəşəm oldu. Mütləq hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.